Rəhman və rəhim olan uca Allahın adıyla. Salam əziz izləyicilər, dəyərli dostlar, hər birinizi Allahın salamı ilə salamlayıram. Mübarək Ramazan ayının gəlişi münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edir. Tutacağınız orucların, edəcəyiniz duaların uca Allah tərəfindən qəbul olmasını diləyirəm. Bildiyiniz kimi, mübarək Ramazan ayının digər aylardan fərqləndirən özəlliklər vardır. Bu ayı digər aylardan fərqləndirən əsas xüsusiyyətlərdən biri məhz həyat kitabımız olan Quran-ı Kərimin bu ayda nazil olmasıdır. Ramazan ayı Quran-ı Kərimin baharı, ruhların dirildiyi və könüllərin nurlandığı bir aydır. Əziz dostlar, bir elanı da sizinlə bölüşmək istəyirəm. Mübarək Ramazan ayının şəninə uyğun olaraq Ramazan ayını fürsət bilərək hər gün Ramazan ayı boyunca Quran-ı Kərimin fərqli ayələrinin işığında könüllərimizə, həyatımıza işıq tutmağa çalışacaq və eyni zamanda bəzi ayələrin nazil olma səbəbi ilahi kəlamla şərəflənmiş, Quranla tazlanmış həyatları əsr-i səadətdən və hekayələrini sizinlə bölüşəcəyik. Dəyərli dostlar, əziz izləyicilər, gəlin bu mübarək Ramazan ayını fürsət bilərək Quran-ı Kərimlə olan münasibətimizi yenidən nəzərdən keçirək. Gəlin mübarək Ramazan ayını fürsət bilərək rəflərdə qalan Quran-ı Kərimi könüllərimizə endirməyə çalışaq. Uca Allah, uca olan bir ayəsində belə buyurur: Ey iman edənlər, iman edin ayəsini, bu ilahi çağırışı həyatımıza düstur edək. Gəlin, bu fəzilət, məğfirət və bərəkət dolu ayın əməllərinə niyyət etdiyimiz kimi birlik və bərabərliyimizə, vəhdətimizə, qardaşlığımıza və əhdimizə də yenidən niyyət edək.